Bu prinsipə əməl olunmursa, deməli, izlədiyiniz və ya oxuduğunuz material təbliğatdır. Misallarla praktiki izah edəcəm. Əvvəla, daxili pluralizm nədir? Bu, informasiyanın müxtəlif baxış bucaqlarından təqdim olunmasıdır. Bu həm jurnalistin peşəkar məsuliyyətidir, həm də cəmiyyətin informasiya hüququnun təminatıdır. Məsələn, qiymət artımı ilə bağlı sujet izləyirsiniz. Sujetdə yalnız artımı tətbiq edən qurumun açıqlaması verilibsə, burada pluralizm prinsipi pozulub. Yalnız alıcıların, sahibkarların və sadə vətəndaşların fikirləri təqdim edilirsə, yenə də pluralizm prinsipi pozulub. Hə, yalnız kəskin narazı olan vətəndaşların fikirləri verilibsə, burada hətta propaganda var. Hər üç halda sizin fikirlərinizə təsir etməyə çalışırlar. Doğru forması nədir? Burada həm qiyməti artıran qurum və təşkilatın, həm alıcı və satıcıların, həm də müstəqil ekspertin fikirləri olduğu kimi yayımlanmalıdır. İzləyici o zaman özü nəticəni çıxarmalıdır. Və ya jurnalistə şikayət gəlir ki, içdiyi sudan böcək çıxıb məsələn. Əgər jurnalist bu suyu əlində yelləyə-yelləyə, bax ey Azərbaycan xalqı, bax gör sizi necə aldadırlar, gör sizə 1 manata satdıqları su nə vəziyyətdədir deyirsə, bu obyektiv jurnalistika deyil. Təksəslilik və təbliğatdır. Əslində necə olmalıdır? Birincisi, jurnalist əsla əmin ola bilməz ki, o ilbizi, o böceyi suya vətəndaş özü atmayıb. Və əmin olmadığı şeyi də izləyiciyə təbliğ etməməlidir. Amma vətəndaşın şikayətini də göstərməlidir axı. Ona görə də burada ifadə düzgün seçilməlidir. İddiaya görə X markalı sudan ilbiz çıxıb. Burada həm məlumat verildi, həm vətəndaşın şikayətini təqdim elədik, həm də məlumatı mütləq həqiqət kimi propaganda eləmədik. Bununla da məlumat tam səhih olurmu? Yox. Mütləq ki, hadisədən doğan suallar ətrafında müstəqil bir ekspert danışmalıdır. Yəni, süfrə suyu əslində necə sterilizasiya olunmalıdır, hansı filtrləmə prosesindən keçməlidir, su şüşələri necə təkrar emal olunmalı və necə təmizlənməlidir və s. Sonda isə ekspertin cavablarına əsasən iddianı və sualları ünvanlayırsan suyu istehsal edən şirkətin özünə. Burada növbələr dəyişə də bilər. İndi burada tamaşaçı çox aydın şəkildə özü nəticəyə vara bilir.